Allah'ın rəhməti sənin bütün günahlarından daha böyükdür. İnsan bəzən gecənin ən səssiz, ən kimsəsiz anında öz vicdanı ilə üz-üzə qalır. O an sadəcə qəlbin dərinliyində illərlə gizlədilən peşmanlıqlar dillənməyə başlayır. Keçmiş bir-bir gözünün önündən keçir. Qırılan qəlblər, edilən səhvlər, gizli günahlar. İnsan öz həyatına baxdıqca sanki sinəsinin üzərinə ağır bir daş qoyulur. Nəfəs almaq çətinləşir, qəlb sıxılır, gözlər dolur. Bəzən insan özünü o qədər yorğun, o qədər günahkar hiss edir ki, dua etməyə belə utanır. Əllərini qaldırmaq istəyir, amma utanır. Başını səcdəyə qoymaq istəyir, amma özünü buna layiq görmür. Elə bu anda şeytan yaxınlaşır və qulağına pıçıldayır. Artıq çox gecdir. Bu qədər günahdan sonra Allah səni bağışlamaz. Bu pıçıltı insanın qəlbini daha da sıxır, ümidini qırır. Halbuki həqiqət tamam başqadır. Allahın rəhməti insanın günahlarından daha böyükdür. İnsan nə qədər səhv etsə də, Allahın rəhmət qapısı onun üzünə heç vaxt bağlanmaz. Bəzən gecənin qaranlığında axan bir damla göz yaşı, titriyən dodaqlardan çıxan sakit bir Allahım məni bağışla duası insanın bütün taleyini dəyişə bilər. Yetər ki, insan bütün peşmanlığı ilə, bütün günahları ilə, bütün göz yaşları ilə ona tərəf bir addım atsın. Çünki Allah bəzən ən çox da günahdan sonra səmimi şəkildə ona dönən bəndəsini sevir. Elə buna görə Uca Rəbbimiz Quran-ı Kərimdə belə buyurur. De, ey öz nəfislərinə qarşı həddi aşmış qullarım. Allahın rəhmətindən ümidinizi kəsməyin. Həqiqətən, Allah bütün günahları bağışlayar. Şübhəsiz ki, O çox bağışlayan və çox mərhəmət edəndir. Zümər surəsi 53-cü ayə.